10 yaşımacan mən təmiz, dilsiz bir adam idim də. Dindirəndə salam, sağ ol, vəsə. Albinizmdən dolayı eşitdiyin ən qəribə sual nə olub? Albinosdan sümüyü qızıldı. Deyirəm, mənə çıxartıb arada satıram, pulum olmayanda. Üzü üzümə baxır, belə deyir. Sən qaranlıqda parıldayırsan. Dedim, keç söndür, işığı görək parıldayır. İnsanların sizə diqqətlə baxması qıcıqlandırırmı heç? Heç olub ki, bununla bağlı hansısa bir insanla problem yaşamısın? Məsələn, mən məkana girəndə, hansısa bir məkana girəndə o baxışlar ki, sənə tərəf çevrilir, o adama belə xoş təsir edir də. Valideyninizin ilk dəfə sizin albinos olduğunuzu öyrənəndə necə reaksiya veriblər? Soruşmusunuz heç bu haqda onlardan? Soruşmuşam, deyir, şoka düşmüşəm. Deyirəm, nöşün, deyir, nöşün ağa idin sən. Hansı yaşında və uşaqlıqda özünü dərk etdiyin artıq yaşlarda sən başa düşdün ki, sən digərlərindən fərqlisən? Məni bu yerlərə gətirən əlbəttə ki, mənfi rəylər oldu. Özüm kimi sevməyi, özümün ayaqlarımın üstə durmağı mənə mənfilər öyrətdi. Salam, mən Hüseyn Nağıyevin təqdimatında üzləşməyə baxış və bugünkü qonağımız albinos. Salam, xoş gəlmisiniz. Əleyküm salam, xoş gördük. Özünü qısaca təqdim elə. Mən Ceylan Şükürova, albinosam. Yəni ki, cəmiyyətdən fərqlənən bir insanam. Albinizm tam olaraq nədir və albinizm bir xəstəlikdirmi və bu vəziyyəti öz dilində necə izah edərsən? Albinizm kəsinliklə xəstəlik deyil. Yəni ki, buna xəstəlik deyənlər də özü pis söz demək istəmirəm, amma qəribət də, onun da düşüncəsi o yerə ecilmiş. Amma albinizm genetik bir faktordur. O, nəsillərcə ötürülən bir gen məsələsidir. Amma albinizm mənə görə çox yaxşı bir şeydir. Sadəcə göz problemi olmasa, bir də ki, dərinin həssasiyyəti olmasa çox yaxşı bir xüsusiyyətdir. Yəni səni digərlərindən seçən bir xüsusiyyətdir də. Xoşuna gəlir yoxsa tam deyilsən? Əlbəttə xoşuma gəlir. Çünki məsələn mən məkana girəndə, hansısa bir məkana girəndə o baxışlar ki, sənə tərəf çevrilir, o adama belə xoş təsir edir də. Yəni diqqət mərkəzinə çevrilməkdən xoşun gəlir. Şir bürcüyəm də. Yaxşı, albinizm təkcə dəri və saç rənginə təsir edir, yoxsa görmə, dərinin görünüşünə və günəşə doyarlılığı və başqa təsirləri də varmı? Albinizm mənə görə özünə bax, onsuz da hər insan bu dünyaya gəlibsə özünə qulluq eləməlidir. Çünki Allah o canını ona verib ki, sən o cana yaxşı baxasan. Məsələn, yəni ki, albinizm dəri həssasiyyəti var, bəli. Günəşə çıxa bilmirəm. Əslində çıxa bilirəm və sadəcə onun şüasının altında saatlarca qala bilmərəm. Məsələn, mənim bir dənə çəkilişim oldu. Günəş altındaydım. Bütün buralarım falan yanmışdı. Əslində o mənə ziyandı. O olandan sonra Allah iraq eləsin, dəri xərçənginəcən gedə bilir söhbət. Bəs hansı yaşında və uşaqlıqda özünü dərk etdiyin artıq yaşlarda sən başa düşdün ki, sən digərlərindən fərqlisən və buna necə reaksiya verməyə başladın? Mən 9 və ya 10 yaşıma qədər fərqliliyimə pis baxırdım da. Özüm də özümü qınayırdım. Ay Allahım, sən mənə belə nə üçün yaratmısan falan filan. Yəni ki, cəmiyyət baxışları var idi. O cəmiyyətin baxışları mənə çox təsir eləmişdi. Amma nə yaxşı ki, hələ mənə mənfi baxıblar. Çünki o mənfilər mənim yüksəlişimə səbəb oldu da. Yəni ki, o mənfilər sayəsində mən özümü ilərlətdim, özüm üstündə çalışdım, yaxşı mənada özümdən istifadə elədim və albinizmi qabağa çəkməyə çalışdım. Yaxşı, cəmiyyəti görünüşünə görə sizi sıxdığı anlar olub? Sıxdığı anlar dediyim kimi 10 yaşıma kimi olub, amma mənim mamam şuuraltı terapist olduğu üçün özü də mənə seanslar elədi, yəni ki, özü mənim özgüvənimi qaldırdı. Əslində mən hələ də özgüvənsiz biriyəm və sadəcə özümə dəstək oluram da, özümü ilərlətməyə çalışıram. Bəs yaxşı, insanların sizə diqqətlə baxması qıcıqlandırırmı heç? Heç olub ki, bununla bağlı hansısa bir insanla problem yaşamısan? Bununla bağlı heç kimlə problem yaşamamışam. Vəbşə bugünə kimi heç kimlə problemim olmayıb, çünki mənasız gəlir mənə kiminləsə problemin olması. Amma bugünə kimi baxışlar çox olub. Yəni ki, mən qayıdıb onlara çox qəşəng sözlər deyə bilərəm. Sadəcə
gözləyirəm ki, Allah versin də onun cavabını. Çünki onun da övladı ola bilər. Yəni ki, onun da övladı, nə bilim, Allah iraq eləsin, indi pis deyənlərə heç nə demirəm. O övladının qolu olmaya bilər, ayağı olmaya bilər, övladı da ayrı seçkiliyə uğraya bilər. Yəni ki, ana ürəyi, ata Heç kim ürəyi deyilən bir sığortalanmayıb şey da var. bundan. Əlbəttə. Bəs yaxşı cəmiyyətin sizə qarşı xüsusi bir fərqli bir yanaşmasının olduğunu düşünürsünüz? Yəni insanların tanışlıqda ilk olaraq sizə zahiri görünüşünüzə fokuslanması sizi yorur? Əslində belə deyək də, tanışlarımın çoxu əslində məni dış görünüşümə görə deyil də, yəni ki, ürəyimin təmizliyinə görə sevir. Yəni amma çox vaxt məsələn məktəbdə deyəkmi, cəmiyyət içində deyəkmi, mənlə tanış olanda həmişə soruşurlar ki, sən niyə ağsan? Sən niyə qaşların ağdı? Nə bilim, niyə kipriklərin ağdı? Gözün niyə titrəyir falan filan. Qəribə gəlir də, yəni Allah yaratıb da, eyvə lazım. Yəni cəmiyyətdə albinizmin nə olduğunu və kim olduğunu bilməyənlər hələ də varmı? Əlbəttə var. Yəni ki, mən TikToka başlayanda canlı falan açıram da, yəqin ki, bilirsiniz. Bilirəm. Atama sual verirlər falan, niyə ağdı, albinos nədir? Belə baxıram, niyə həqiqətən bilmirsiniz bu albinos nədir? Çünki cəmiyyət inkişaf eləməyib. Amma başqa ölkələrə baxsaz, daha Savadlıdırlar. savadlıdırlar. Yəni savadsız da demək istəmirəm. Sadəcə inkişaf yoxdur da. Amma yəqin ki, olar inşallah. Məncə get-gedə var, amma bir müddət lazımdır ki, internetin məsəl üçün belə yerlərdə daha çox kömək olur ki, əvvəlki vaxtlardan indiyə müqayisə eləsək, insanlar artıq internetdə məsəl üçün sizi görsə belə birinci dəfə artıq albinizmin nə olduğunu bilir və ikinci dəfə başqa bir şəxs qarşısına çıxanda ona o reaksiyonu verməyəcək. Çünki artıq sizdən onu gördü və öyrəndi, ya atanızdan, ya sizdən fərqi yoxdur. Artıq bir necəsə maarifləndi və nəyisə öyrəndi. Bəs valideyninizin ilk dəfə sizin albinos olduğunuzu öyrənəndə necə reaksiya veriblər? Soruşmusunuz heç bu haqda onlardan? Soruşmuşam, deyir şoka düşmüşəm. Deyirəm nöşün, deyir nöşün ağıydın sən falan filan. Mənə də qəribə. O özü də görməyib axı elə şeylər. Yəni ki, mamam çox belə deyək, evdən çölə çıxmayan adam idi. Məsələn, qonşular deyir ki, bu evdə də qız uşağı var imiş. Mən də eləyəm. Məsələn, mən çölə bayıra çıxan bir insan deyiləm. Heç həvəsim də yoxdur elə şeylərə. Sadəcə maraqlı olsa gedərəm. Yəni ki, özü görməyib deyə qəribə gəlib ona da. Məsələn, mamam üzr istəyirəm, hamilə olan vaxtları o nə deyirlər, uzi deyirlər, nə deyirlərsə, həkim deyib ki, bilmirlər albinos olduğumu. Amma deyir ki, nəsə möcüzəvi bir şey olacaq da bu. Sonradan mən anadan oldum, gördülər ki, belə. Və dünyada belə bir statistika var ki, hər 17 min uşaqdan biri albinos olur. Bütün dünyada. Yəni sən 17 min uşaqdan birisən. Yəqin ki, dünyanın 1%-ni eşitmişəm ki, albinoslar təşkil edir. Çünki o çox nadir tapılan bir şeydir də. Özümü indi tərifləmək kimi çıxmasın, amma yəni ki, nadir tapıntı kimi bir şeydir də o. Hal-hazırda yəni, internetdə aktiv istifadə edən bir insan kimi varmı sizin hansısa bir cəmiyyətinizmi deyək, qrupunuzmu deyək WhatsApp-da və yaxud hansısa bir sosial şəbəkələrdə ya Azərbaycanda ola bilər, ya xaricdə ola bilər və ümumiyyətlə ətrafında yaşadığın mühitdə başqa albinoslarla dostluq eləyirsən, tanıdığın var belə? Belə tanıdıqlarım var, bəli. Məsələn, məndən sonra TikToka başlayan neçə dənə albinos var, onlarla da tanış olduq. Çox yaxşı uşaqlardır, həqiqətən Allah saxlasın hər birini. Bir dənə balaca uşaq da var idi, Raul idi adı. Həqiqətən kopya mənim uşaqlığım idi. Ona görə elə bilirdim ki, uşaqlığımam da, promoy. Yəni ki, sevinirəm də onları görüb oradakı. Nə yaxşı ki, mənim sayəmdə albinizmdən utanan bir insan özünü tanıtmağa başladı da. Özgüvən artdı. Bəli. Amma mən dostluq eləyə bilmirəm heç kimin. Eləyirəm, dostlarım var. Sadəcə heç kimə güvənə bilmirəm. Yəni ki, albinoslarla tanıdıqlarım var, salam sağ ol elədiklərim var, amma çox da oturub belə münasibət qurduğum adamlar yoxdur. Albinizmlə yaşayan insanlar çox hallarda özünü cəmiyyətdən təcrid edir, yəni asosiallaşır. Amma sizin tam əksinə cəmiyyətlə iç-içə olmaqla bir yana, hətta sosial mediada bloqerlik fəaliyyətiniz belə var. Bu cəsarəti necə tapdınız və bu yolda sizin ən böyük dəstəkçiniz kim oldu? Dediyim kimi, əslində bu sual iki yerə bölünür. Birincisi, bu yolda dəstəkçim nə oldu? Biri də ki, bu yolda dəstəkçim kim oldu?
Birinci olaraq təbii ki də mənim ailəm həmişə mənim yanımda oldular. Onlara çox təşəkkür edirəm. Atam, mamam həqiqətən bu yolda mənə çox dəstək oldular da. Atam da görürsüz, yəni ki, Bəli, bəli. oturur yanımda sualları oxuyur, səbirlə cavablandırır. Həqiqətən çox sağ olsun, Allah ona can sağlığı versin. Mamam da ki, dediyim kimi seansları sayəsində məni bu yerlərə gətirdi. Sonra gələk ikinci suala. Məni bu yerlərə gətirən nə oldu, nə səbəb oldu? Məni bu yerlərə gətirən əlbəttə ki, mənfi rəylər oldu. Özüm kimi sevməyi, özümün ayaqlarımın üstə durmağı mənə mənfilər öyrətdi. Yəni bu blogerlikdən sonra daha çox sosiallaşmağa başladınmı və insanlara qarşı təkcə onlayn da demirəm də, elədiyin videolarda yox da çöldə çıxanda daha çox sosiallaşmağına səbəb oldumu, yoxsa ancaq internet üzərindən işlədi bu məsələ? Əvvəl mən uşaqlıqda heç belə qonaq da gəlsə çölə çıxan deyildim də, gedib görüşmürdüm qonaqla. Çox belə qəribə idim. Çox içə qapanıq uşaq idim. Məsələn, mən məktəbdə 2 məktəb dəyişmişəm bu haqla bağlı. 2 məktəbimdə də mənə çox ayrı seçkiliyə qoyublar, nə bilim, niyə axsan, qoca nənə falan filan, nə bilim, qoca nənələr məktəbdə oxuyur falan. Yəni ki, onu heç mamanın xəbəri yox idi. Mən heç kimə demirdim, ancaq öz içimdə onları şəfalandırmağa çalışırdım. Yəni ki, belə özümü gəlişdirdim, sonradan gəldim cəmiyyətlə əlaqələrim oldu, cəmiyyətlə söhbətlər elədim, seanslar sayəsində oldu hamısı. Yəni ki, mamam olmasa həqiqətən mən bu yerlərə gələ bilməzdim. Yaxşı, məktəbdə uşaqları başa düşdüm. Bəs müəllimlər və yaxud direktor, daha vəzifəli şəxslər bu haqda tədbirlər görmürdülər ki, uşaqları maarifləndirsinlər, sənin onlardan seçilməyinin səbəbini izah etsinlər, necəsə maariflənmə keçmirdilər həmin vaxtlarda. Həmin vaxtlarda maarifləndirmə falan keçirdilər. Əslində müəllimələrlə münasibətlərim çox yaxşı olub. Həqiqətən də çox yaxşı müəlliməlik eləyiblər mənə. Həqiqətən, yəni ki, mənim gözüm zəifdir deyə məktəbdə də kütləvi məktəblərdə bilirsiniz də, Bəli. sinifdə çox uşaq olur falan. O da ki, dərsi yazmaq var da, lövhədən falan köçürtmək. Mən gedirdim lövhəyə gəlirdim falan. Müəllimə köməklik eləyirdi. Amma görünüşümə görə mən heç kimlə danışmamışam da. Yəni 10 yaşımacan mən təmiz, dilsiz bir adam idim də. Dindirəndə salam, sağ ol, fiso. Yəni ki, heç kimə danışmamışam mənim çəkdiyim şeyləri. Biz yaxşı cəmiyyətdən danışmışam, belə bir sual verim. Cəmiyyətdə albinizmlə bağlı hansı yanlış stereotiplərlə qarşılaşmısan və indiyə kimi albinizmlə dolayı eşitdiyin ən qəribə sual nə olub? Hələ hamısı yanlışdır onsuz da, amma yenə də deyim də. Məsələn, çoxu deyir ki, albinosların sümüyü fosfor. Əslində kimya bilənlər bilər ki, fosforlar 3 yerə bölünür də. Biri var adi fosfor, biri var parlayan fosfor, biri var ağ fosfor. Bizim bədənimizdə olan isə adi fosfordur, o parıldamır. Yəni ki, hər insan, sizin belə sümüyünüzdə fosfor var. Bəli. Yəni ki, o heç vaxt parıldaya bilməz də. Parıldayan fosfor ağ fosfor idi deyəsən, səhv eləmirəmsə, o da ki, zəhərli olduğu üçün insan bədənində rastlanılmaz da, yəni. Ona görə deyirlər ki, nə bilim, parıldayır falan. Özündən xəbəri olmayan, yəni ki, öz bədənindəki fosfordan xəbəri yoxdur deyə elə bilirlər ki, albinoslar bahalıdır da, onları götürürlər, nə bilim, aparırlar falan. İkincisi də ki, qanımın rəngini də deyirlər ağda, amma qanım 3 müsbətdir. Elə məktəbdən sağlamlıq kağızı istəmişlər, onun üçün qan analizi vermişdim. Dedim mamaya, gəl çək şəklini göstərəcəm, onlara deyəcəm qırmızıdır qan. Hə. Sonra deyirlər ki, Afrikada deyirlər, nə bilim, albinosları yeyirlər falan filan, amma Dünyada ən çox o albinos da Afrikada Afrikada olan bir şeydir də. Sonra deyirlər, dövlət albinoslara pul verir. Sadəcə pensiya alıram gözümün zəifliyinə görə, 2-ci qrup əlilliyim var. Amma belə deyək də, albinoslar sadəcə ağlığına görə bu cəmiyyətdən fərqlənirlər. Məsələn, sonra deyirlər, albinosların sümüyü qızıldır. Deyirəm, mənə çıxartıb arada satıram, pulum olmayan. Nə bilim, qəribədirlər də. Bəs ən qəribə sual sənə nə olub şəxsən özünə görə? Ən qəribə sual özümə görə əslində çoxdur qəribə sual. Sadəcə üzümə baxır, belə deyir. Sən qaranlıqda parıldayırsan. Dedim, keç söndür işığı görək parıldayır. Dostlarınız arasında xüsusi bir ləqəbiniz varmı?
Dostlarım arasında albinosluğuma görə xüsusi bir ləqəbim yoxdur, amma adım Ceylan olduğu üçün mənə Ceyri falan deyirlər. Belə albinosluğuma görə bəzi dostlarım mənə elə-belə çağıranda falan zarafat mənasında "Albino bura gəl" falan deyirlər. Ləqəbim bir dənə elə dediyim kimi Ceyri falandır. Bəs sənə albinos deyəndə, bu sənə xoş olmayan tərəfləri olur? Əlbəttə ki, yəni qəribə istəyirəm də. Mənim adım Ceylandırsa mənə adımla hitab elədə. Əslində mənə albinos adı da çox qeyri-adi gəlir də. Çünki yeri yoxdur da onu qoymağın. Sadəcə dediyim kimi alimlərin qoyduğu bir addır. Yəni ki, albinos, albino, albinizm falan. Amma bu xəstəlik deyil də. Çoxu deyir albinizm xəstəliyi falan. Amma qəribədir də, yəni bu insan ağ yaradılıbsa, məsələn, çoxu deyir ki, albinosluq Allah tərəfindən verilən bir gözəllikdir də, yəni ki, ona qara toxunmayıb, belə deyək. Hər tərəfi ağdır. Ona görə yəni çox şadam ki, nə yaxşı ki, Allah məni elə albinos olaraq yaratıb. Bəs təhsildə və gündəlik fəaliyyətində albinizmin yaratdığı ən böyük çətinliklər nədir sənin üçün? Ən böyük çətinliklər sadəcə gözümün zəifliyidir, amma yəni ki, onunla da idarə eləməyə çalışıram da. Çünki bu mənə anadan gəlmə göz zəifliyi heç vaxt dəyişməyib. Yəni ki, olduğu kimi qalır da, sabit olaraq qalır. Yəni aşağı düşmür, nə də ki, yuxarı qalxmır, belə deyək. Əməliyyatı falan da yoxdur. Yəni ki, məktəbdə sadəcə lövhəni falan görmək, kitab oxumaq. Əslində kitab oxumağım sürətlidir, şükür Allaha, amma yəni ki, kitabı çox yaxından oxuyuram da. İndi açki falan taxanda biraz normallaşıram, açkinin təsiri də yoxdur. Gözünün zəif görməsinə bağlı oftalmoloqa yəqin ki, tez-tez gedirsən, müraciət edirsən və düzəlmə prosesi, düzəlmə şansı varmı? Yəni indiki hal-hazırdakı tibbdə lazerlə müayinə eləyirlər, gözün daha yaxşı görməsinə gəlib çıxardırlar. Yəni bunun kimi hansısa bir yolu varmı gözünün düzəlməyinin və yaxud daha da yaxşı görməyinin? Bunun heç bir müalicəsi yoxdur, amma həkimlər işini bilir də, yəni ki, çoxu deyir ki, hə, zəifdir gözün. Yəni ki, hər həkimə də demirəm də bu sözü, bəzi həkimlər var. Çoxu deyir ki, hə, bu dərmanı iç, bu dərmanı iç falan filan düzələcək, amma məsələn bizim tanıdığımız çox yaxşı həkim var, indi də göz həkimimdir özü. Dedi ki, yəni bu dərmanın heç bir albinosa xeyri yoxdur da. Mən özüm də bilirdim, göz damcısı falan tökürdüm, yəni hiss edirdim də onun bir faydası yoxdur. Yəni ki, albinoslar anadan gəlmə nistagmus göz xəstəliyinə sahibdilər. O, yəni ki, hər insanda ola bilər. Qara insanlarda da baş verən bir hadisədir, ya da ki, göz zəifliyindən də əmələ gəlir o. Yəni belə deyək də, əməliyyatı da yoxdur. Əməliyyatı niyə yoxdur? Çünki narkoz altında göz tərpənməyə hələ də davam elədiyi üçün o gözü sabit tutmaq lazımdır axı əməliyyat üçün. Ona görə əməliyyatı yoxdur. Yəni ki, inkişaf var da, 18 yaşımacan inşallah tapılar. Albinos olduğun üçün heç məktəbdə özünü sübut etməliyəm kimi bir hiss yaşamısan və digərlərinə 2 qat çox çalışmalısan deyə bir şey olub? Əlbəttə ki, xeyr, çünki heç vaxt özümü kimlənsə müqayisə etməmişəm də. Yəni ki, o deyirlər, qonşunun uşağına bax, buna bax, nə bilim, bu oxudu, o oxumadı. Hə, yəni ki, heç vaxt özümü müqayisə arasında qoymamışam. Ailəm də mənə heç vaxt müqayisə arasında qoymayıb. Qonşunun uşağı getdi, universitet oxudu, sən belə qaldın falan. Heç vaxt deyilməyib bu mənə sözlər. Çünki onlar arxaindir ki, insanda güvən, özgüvən həqiqətən də çox önəmlidir. Mən özümə güvən, indiyə kimi əlaçıyam məktəbdə. Amma TikToka başlayanda çoxu deyir ki, ay qız get dərsdə, bu oxu, nə bilim nə işin var TikTokda. Yəni ki, qiymət cədvəlimi bilmirsənsə, bu sözü niyə deyirsən? Sonra özümü heç vaxt sübut eləməyə çalışmamışam, çünki özümə güvənirəm. Yəni ki, özümü də kimlənsə müqayisə eləyib özümü rəqabətə salmıram da həmən insanla. Çünki Allah hər kəsə bir beyin bəxş eləyib. O da oxuya bilər, mən də oxuya bilərəm. Yəni ki, niyə də oxumayım? Çünki oxumaq insanın gələcəyini həqiqətən də çox yaxşı qurur. Albinos olaraq böyüyən uşaqlara Azərbaycan cəmiyyətindən çox hansı dəstək lazımdır və siz olsaydınız onlara nə verərdiniz? Albinos uşaqlar, məsələn, mən görürəm ki, albinos uşaq dünyaya gəldi. Allah saxlasın, Allah can sağlığı versin. Qəribə olam, özümün keçdiyi yolları gözümün qabağına gətirirəm, özümün eşitdiyim sözləri gözümün qabağına gətirirəm. Deyirəm ki,
İndi bu saf uşağa da ilişəcəklər, nə bilim, ona da pis sözlər deyəcəklər, onun da ruhunu pozacaqlar falan. Pis hiss edirəm elə də. Sadəcə cəmiyyətin baxışlarını, o cəmiyyətin ağzını susturmaq olsa çox yaxşı olar. Yəni ki, o hər insana da aid deyil. Yaxşı baxanlar da var, Allah canından sağ eləsin. Amma o pis baxışları yığışdırsaq çox yaxşı olar. Bəs gələcəkdə heç hansısa bir layihə düşünürsənmi ki, bir cəmiyyət yaradasan, albinizmlə bağlı bir cəmiyyət olsun, onları, insanları maarifləndirəsən və yeni doğulan uşaqlara hansısa bir yön verəsən, onlara psixoloji bir dəstək olasan və gələcəkdə bununla bağlı öz yaşadığın uşaqlıqdakı problemlərimi deyim, çətinliklərimi deyim, onlarda daha tez keçib keçməsinin və ümumiyyətlə tək onlarda yox, insanların bu yöndə maarifləndirilməsi üçün hansısa bir planların, ideyaların varmı? Bir cəmiyyət olaraq, bir qeyri-hökumət təşkilatı olaraq hətta bunu edə bilərsən. Elə bir niyyətin və ideyaların varmı? Əlbəttə ki, var. Yəni çox yaxşı fikirdir o. Özüm hələ ki az yaşlıyam deyə elə bir şey həyata keçirə bilərəm. İstəsəm hər şey eləyə bilərəm. Sadəcə yəni ki, inşallah biraz gələcəkdə böyüyüm, daha çox dünyanı tanımağa başlayandan sonra elə bir layihə fikirləşirəm də. Yəni bütün albinos demək istəmirəm, qəribə çıxır da. Albinosları yığıb belə söhbət falan eləyək, onlara gələn sözləri eşitmək mənə çox maraqlıdır da. Yəni bir tək mən mi yaşamışam bu söhbətləri, yoxsa başqası da mı yaşayıb? Özüm psixoloq olmaq istəyirəm. Düzdür, ev dizayneri də olmaq istəyirəm, amma psixoloq olsam daha belə özümə xoş gəlir də. Sanki o sənət məni özünə çəkirmiş kimi gəlir. Yəni ki, psixoloji cəhətdən özümə çox dəstək oldum deyə inanıram ki, cəmiyyəti şəfalandırmaq mənə xoş olar. Düzdür, şəfa Allahdan gəlir. Sadəcə mən buna bir dəstəkçi olaraq psixologiya üzrə işləyirəm. Son olaraq burdan zaten bunu eləyirsən, TikTokda falan canlı yayımlarında eləyirsən, amma yenə də bizim verilişimiz çərçivəsində istəyərdim ki, cəmiyyətə bununla bağlı hansı mesajı vermək istəyərdin? Həm yanlış tərəfdən bildikləri cəmiyyətə və albinos doğulan uşaqlara, hansı ki, hal-hazırda səni görürlər və onlara necəsə dəstək ola biləcəyin bir mesaj. Onu deyə bilərəm ki, heç vaxt heç kimsə qınamayın. Çünki qınadığınız başınıza gəlmədən heç kim ölməyəcək də, belə deyək. Yəni ki, onu Allah onsuz da gec-tez onun qabağına çıxartır da. Sadəcə onu demək istəyirəm ki, onsuz da 5 günlük dünyadır. Ölüm hardan gələcək, onu bilmirik. Çünki xoş olsuz, halallıqla yaşasız daha yaxşı olar da. Məsələn, xoşbəxt keçin. Mənə çox maraqlıdır ki, görəsən insan hamı belə xoşbəxt olsa, görəsən həyat necə olar? Çox maraqlı gəlir o mənə. İnşallah ki, elə bir günləri görmək mənə nəsib İnşallah. olar. Yəni ki, onu demək istəyirəm ki, sadəcə xoşbəxt olun, heç kimi qınamayın. Qınayarkən də özünüzə bir baxın. Yəni ki, bir də yuxarıdakı Allaha baxın, sonra qınayın. Onu demək istəyirəm sadəcə. Bəs uşaqlara? Uşaqlara da ki, özünüzdən heç vaxt utanmayın. Yəni özünüzü heç vaxt ayrı-seçkiliyə salmayın. Başqa nə deyə bilərəm? Yəni ki, özünüzü sevin, özünüzə güvənin belə. Çox sağ ol gəldin, çox sağ ol yaşadıqlarını, hisslərini, ümumiyyətlə cəmiyyətdə olan məsələləri bizimlə bölüşdün. Gələcək həyatında bol-bol uğur arzu edirəm. Dediyin kimi, tək ki hər şey, hər yerdə xoşbəxtçilik olsun, hər şey sağlamçılıqlı olsun və gələcək həyatında bol uğur arzu edirəm. Tək ki Çox bütün sağ ol. planların yerinə yetsin və səsin daim ucalardan gəlsin. Təşəkkür edirəm sizinlə baxın. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırdınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə, şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənməyi və dostlarınıza paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.